1 üstəgəl 1 bərabərdir 2. Bizə öyrədilən budur, amma əslində 1 üstəgəl 1 heç vaxt 2 etmir. Çünki nə rəqəmlər var, nə də hərflər. Biz hər şeyi daha anlaşılan etmək üçün varlığımızı insan ölçülərinə uyğunlaşdırmışıq. Sonsuzluğu unutmaq üçün özümüzə sərhədlər qoymuşuq. Amma insanlar ölçü anlayışını başa düşmürsə və dünya riyaziyyatla idarə olunmursa, onda hər şey nəyə tabi olur? Yolda gedən bir maşını videoya çəkin. Kadrı çox sürətlə oynatsanız, maşın yox kimi görünəcək. Bəs onda onun var olduğunu necə sübut edirik? Bizə bunu yalnız zaman göstərir. Zaman, yeganə həqiqi ölçüdür. Zaman maddənin varlığını sübut edir. Zaman olmadan biz də var ola bilmərik. Zaman təkdir.